Salam uşaqlar, bugün 4-cü siniflər üçün keçirilmiş monitorik imtahanının riyaziyyat fənnindən olan sualların izahına baxacaq. İzaha keçməmişdən öncə kanalımıza abunə olub, videomuzu bəyənib paylaşmağı unutmayın. Başlayaq 31-ci sualdan. Deyir ki, bağça 2 hissəyə ayrılıb. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra, ikinci hissədə hər sırada 11 ağac olmaqla 30 sıra var. Bağçada cəmi neçə ağac var? Uşaqlar, bizdən aydın məsələdir ki, ağacların cəmini soruşur. 24 ağac olmaqla 15 sıra deyirsə əgər, mən nə edərəm? 24-ü vuraram 15-ə. Cavab eləyər neçə? 360. Daha sonra 11 ağac olmaqla 30 sıra deyirsə, 11-i 30-a vuraram, eləyər cavab neçə? 330. Cəmin edəndə bunları nə edərik? Toplayarıq. Cavab eləyər 690. C variantı. Keçdik 32-ci suala. Deyir, bir ədədi 3 dəfə artırıb. Dəfə artır deyirsə, vurursan 3-ə. Üzərinə 5 əlavə etdikdə 20 alınır. Bərabərdir 20-yə. Mən indi buradan x-i tapmalıyam. 3x bərabərdir 20-dən çıxsaq əgər 5-ini, cavab eləyər neçə? 15. 15-i də x-i tapmaq üçün 3-ə bölərəm. 15-i də böləndə 3-ə, cavab eləyəcək 5. Deməli, variant olacaq D variantı. Həmin ədəd 5 imiş. Keçirəm 33-cü sualın izahına. 33-cü sualda deyir ki, birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox yağ paketi var. Birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox deyirsə, 3-ü vuracam nəyə? 2-yə. Deyir ki, bir yağ paketinin kütləsi 200 qram olarsa, 2 bağlamada cəmi neçə qram yağ olar? Məsələn, həllinin nə yeri uşaqlar? Məsələn, həllinin ifadəsini istəyir ki, hansı ifadədir aşağıdakılardan? Bunları cəmini deyirsə, bunları toplayaram. 3, üstə gəlinsin, 2 vurulsun, 3. Daha sonra birinin kütləsini mənə verib 200 qramdır. Vuraram 200-ə ki, görün bunların ümumilikdə kütləsi nə qədərdir? Variant olacaq A variantı. Yox, A variantında çıxır uşaqlar. A variantında çıxır toplama əməli. C variantı. Daha sonra keçirik 34-cü suala. Bildinizsə 33-də C variantı olacaqdır. Növbəti 34-cü suala, çünki uşaqlar burada C-də toplamadır. Burada amma vur 2-də yoxdur. Burada da baxıram 2-yə vurub, üstə 3 gəlib. Burada mötərizə qoymalıydı ki, yəni hamısını vururam 200-ə. Ona görə burada yanlış olub. Variant B variantı. 34-də deyir ki, LMN bucağının tərəfinin ayırdığı rənglənmiş hissə dairənin 5də 1 hissəsidir. LMN bucağı neçə dərəcədir? Uşaqlar, bilirsiniz ki, tam bucağımız 360 dərəcədir. Əgər tam bucağımız 360 dərəcədirsə, indi baxıram rənglənmiş hissə. Rənglənmiş hissə, yəni baxın, məndən bu hissəni soruşur. Rənglənmiş hissə 5də 1 hissəsidir. 360-ı bölürəm 5-ə, vururam 1-ə. Cavab eləyər neçə? 72. Cavab olacaq, cavab 72. Deməli, rənglənmiş hissə 72 dərəcə olmuş olacaqdır. A variantı. 34-ün də izahını verdim. Keçirik 35-ci suala. 35-də bizə gəlin görək nə deyir? Radiusları eyni olan, diqqətlə qulaq asın. B və D mərkəzli çevrələr şəkildəki kimi C mərkəzli çevrənin daxilinə çəkilmişdir. Buna görə aşağıdakilərdən hansı yanlışdır? Uşaqlar, məndən nəyi soruşur? Yanlışı soruşur, düzdürmü? Gəlin baxaq görək yanlış olan variant hansı olar? Deyir ki, uşaqlar, B variantına baxın bir dənə. A, B bərabərdir, AB. Baxın, bu hissə bərabərdir C-yə. Yəni, baxın, bura bərabərdir. Görün, heç bərabərlik varmı? Bunların radiusları bərabər idi, düzdürmü? Birinin radiusu digərinin diametrinə bərabərdir. Deməli, yanlış variant B variantının özüdür. Bunlar bir-birinə bərabər deyil. 36-cı sualın izahına baxıram. Deyir ki, 10 millilərə qədər yuvarlaqlaşdırdıqda 110 min alınan ədəd hansıdır? Uşaqlar, 36-da variant D variant olacaq. Nəyə görə? Gəlin baxaq. 109 min. Bunu mən 10 millilərə qədər yuvarlaqlaşdıracağım. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 milliyə qədər yuvarlaqlaşdırdıqda hamısı sıfıra çevriləcək. 1, 2, 3, 4. 9 qabağı 1 vahid artıracaq. 1. Digər birdə olduğu kimi qalacaq. Olacaq neçə? 110 min. Variant olacaq 36-da D variantı. Keçirik 37-ci sualımıza. 37-də tənlikləri həll edin. Deməli, uşaqlar, 8100 bölünsün x bərabərdir. 360 üstə gəlinsin 540. Uşaqlar, 8100-ü bölərəm x-a bərabərdir. Uşaqlar, 360-ın üzərinə 540 gələndə cavab eləyər neçə? 900.
Düzdürmü? Deməli, x-i də tapmaq üçün 8100-ü böləcəm nəyə? 900-ə. Sıfırlar gedəcək, cavab olacaq 9. Variant B variantı. Növbəti sualımıza baxaq. 38-ci sual. 38-də bizə nə deyir? 38-də deyir ki, bir yük maşını 3 saat ərzində müəyyən qədər yol getdi. Növbəti 3 saat ərzində yük maşınının sürətini 2 dəfə artırdılar. Sürət əgər 2 dəfə artdısa, bu zaman yük maşınının getdiyi yolun əvvəlki 3 saat getdiyi yolla müqayisəsi necədir? Təbii ki, uşaqlar, sürət 2 dəfə artdısa, getdiyi yolda nə edəcək? 2 dəfə çox olacaqdır. D variantı. Proqram 39-cu suala deyir şəklə əsasən hansılar körbucaqdır? Uşaqlar, körbucaq bilirsiniz ki, 90 dərəcədən nə olur? Böyük olur. Körbucaq. Deməli, baxıram ki, burada M, N, L bucağı var. Bəli, körbucaqdır. Digərlərinə baxsam, uşaqlar, digərlərinə X, Y, Z deyir, düzdürmü? X, Y, Z. Uşaqlar, bu iti bucaqdır. Bunu götürməyəcəksiniz. Digərlərinə baxsaq, A, B, C məsələ bu isə. Bu da iti bucaqdır, uşaqlar. Bunu da götürməyəcəksiniz. Bircə dənə yalnız M, N, L, yəni variant B variantıdır ki, körbucaq olacaqdır. Keçir 40-cı sualın izahına. Film saat 18:42-də başlayıb, 90 dəqiqə sonra qurtardı. Film qurtaranda saat neçə idi? Əgər uşaqlar 18:42-də başladısa və 90 dəqiqədə davam etdisə, bunları toplasaq, cavab eləyəcək neçə? 18, 132. Uşaqlar, bu 132-nin içində neçədən 60'lar var? Çünki bilirik ki, uşaqlar, 1 dəqiqəmiz 60 saniyədir. 1 saatımız 60 dəqiqədir. Düzdürmü? 132-nin içərisində 2 dənə 60 var. 60-ın üzərinə 60 gələndə eləyəcək 120. 120 də nə deməkdir? 2 saat. 18-in üzərinə 2 saatı gəlsək eləyəcək 20. 132-dən də 120-ni çıxsaq cavab eləyəcək neçə? 12. Deməli, variant 20, 12 olacaqdır. B variantı. Testin növbəti. 41-ci sualını sağla. 41 ən asan sualdır. Mənə elə gəlir ki, bu sualı səhv eləyən uşaq olmaz. 5,6 üstə gəlsin 2,3. 5,6 çıxılsın 2,3. Bunları çıxsaq uşaqlar bir-birindən 3, 3,3 olacaqdır. 3,3. 3,3 elədikdən sonra nə edərik? Üzərinə 1,2 gələr. Bunları da topladıqda cavab olacaq 4,5. D variantı. Keçirik növbəti sualın izahına 42. 42 deyir aşağıdakı bərabərlikdə sual şərəsinin yerinə hansı ədəd olmalıdır? Sual şərəsinin yerinə x yazıram. X vurulsun 6 üstə gəlinsin 9 bərabərdir neçə? 51. Burada uşaqlar 6x bərabər olar. 51-dən çıxaram 9-u. Buradan da 6x bərabər olar. Qalar cavab neçə? 42. X də bərabərdir 42-ni bölərəm 6-ya. X də bərabər olar neçəyə? 7-yə. Variant B variantı. 43-cü sualın izahına baxıram. Dairə şəklində piroqu bərabər dilimləyəcək hərəsindən bir dilim olmaqla bir neçə uşaq arasında böldülər. Bir uşağa düşən dilimin uyğun bucağının ölçüsü 60 dərəcə olduğu. Piroq neçə uşaq arasında böldürüldü? Yəni neçə uşaq arasında bölüşdürülmüşdür. Bilirsiniz ki, tam bucağımız neçə dərəcədir? 360 dərəcə. Əgər tam bucağımız 360 dərəcədirsə, deyir bu piroq neçə uşaq arasında bölüşdürüləcək? 360-ı bölərəm 60-a, cavab eləyər neçə? 6. Deməli, 6 uşağa 60 dərəcə bucaq olmaqla piroq düşmüş olacaqdır. Sonra keçirik növbəti 44-cü sualımızın izahına. Gəlin görək 44-də bizə nə deyir? Piktogramda bir mağazada bir gündə satılan meyvə və şirənin sayı təsvir edilmişdir. Buna görə həmin mağazada satılan alma şirələrinin sayı ananas şirələrinin sayından nə qədər çoxdur? Alma şirələrinin sayı ananasdan nə qədər çoxdur deyir. Şolar, bir dənə bütünü 6-dırsa, bir dənə bütünü 6-dırsa, 6, 6, 6, 6. 4 dənə 6'mız var. 4 dəfə 6'mız nə eləyər? 24. 6, 6, 12. 12'nin üzərində də 6'nın yarısını gəlsək, 6, 6, 12. 12'nin üstünə də 3 gəlsək eləyər 15. İndi mənə deyir ki, həmin mağazada satılan alma şirələrinin sayı, yəni 24,
Ananas şirələrin sayından, yəni 15-dən nə qədər çoxdur? 14-dən 5 çıxaram, qalar 9. Variant olacaq D variantı. Keçirəm 45-ci sualın izahına. Aşağıdakı kəsirlərdən biri digər üçünə bərabər deyil. Uşaqlar, diqqətlə qulaq asın. Burada yazaram, əgər onluq kəsirini ifadə eləsəm. 0,30. Bunu ifadə eləsəm 0,3. Bilirsiniz ki, arxasına istədiyim qədər 0 yaza bilərəm. Bir dənə 0 yazıram. Bunu da ifadə eləsək 0,3. Yenə istədiyim qədər arxasına 0 yaza bilərəm. Amma bunu yazsaq uşaqlar olacaq 0,3. Baxın, gördünüz? Deməli, birinci A variantındakı onluq kəsir digərlərinə bərabər deyil. 45-də variant A variantı. Keçdik digər sualımızın izahına. 46. Gəlin görək 46-da bizə nə deyir? deyir ki, koordinat şəbəkəsində A nöqtəsindən başlayaraq yalnız sağa və yuxarı hərəkət etmələ hansı nöqtəyə getmək olmaz? Gəlin görək hansına getmək olmaz. Getdik. A nöqtəsindən başladıq. Sağa, yuxarı, sağa. Hansına dəymədi? E-yə dəymədi. Variant olacaq D variantı. 47-də deyir, indi saat 13:15-dir. Saat 14:50 olana kimi saniyəni göstərən əqrəb neçə dəfə dövr edər? 47-də variant olacaq C variantı. 85 dəfə. 14:40 uşaqlar 13:50. Bunları bir-birindən nə edəcək? 13:15. Bunları bir-birindən çıxacaq, eləyəcək 1:25. Yəni 1 saat 25 dəqiqə. 1 saat 25 gündə 85 dəfə dövr etmiş olacaq. Bilirsiniz ki, 1 dəqiqəmiz 60 saniyədir. 1 saatımız da 60 dəqiqədir. Bu qaydanı nəzərə alaraq. Keçdik 48-ci suala. Deyir ki, bir velosipedçi 3 saata 36 kilometr yol qət edər. Uşaqlar, biz bilirik ki, sürət məsələlərində düsturdan istifadə eləməliyik. S bərabərdir, V vurulsun T. 3 saat deyirsə əgər, bir velosipedçi 3 saata, saatımız T-miz bərabərdir. Nəyə? 3 saata. Uşaqlar, ola bilsin, biraz sürətli və tez izah edirəm. Üzürlü sayın, çalışıram ki, digər variantlarda çatıra bilməyim. İnşallah ki, çatıra bilərəm. V ilə bərabərdir uşaqlar. V-ni verməyib bizə. V yoxdur. Sual işarəsi. Və bizə bir də gedilən yolu verib 36-nı. Yəni S-i verib mənə. S bərabərdir 36-ya. Mən buradan T-ni necə taparam? T-ni tapmaq üçün, sürəti V-ni tapmaq üçün V bərabərdir. Gedilən yolu, yəni 36-nı bölərəm zamanı, yəni 3-ə. Bu da cavab eləyər neçə? 12. Deməli, bunun sürəti 12 imiş. V bərabərdir 12-yə. İndi sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçi. Motosikletçinin sürətini yazaq indi. 12-dən 6 dəfə böyük deyirsə, 12-ni vuracağım 6-ya, eləyəcək cavab neçə? 72. Deməli, bunun sürəti 72 km/saatdır. 4 saatda nə qədər yol gedər? Bunu da vuraram 4-ə, taparam gedilən yolu. 4 dəfə 2, 8, 4 dəfə 7, 28. Cavab eləyəcək 288 B variantı. 8-dən sonra da baxaq 49-cu suala. Gəlin görək 49-cu sual bizə nə deyir? Cədvəldə bir həftə ərzində geyim mağazasında satılan köməklərin sayı verilmişdir. Bu məlumatı Samir xətti diaqramda, yəni baxın, buranı Samir, digərini isə uşaqlar, digərini isə Aynur. Aynur isə sütunlu diaqramda, buranı da Aynur təsvir etdi. Onların hansı bu məlumatı düzgün təsvir etdi? Baxıram. Birinci gəlir bazar ertəsi. Bazar ertəsinə nə qədər göstərir? 5. Düzdürmü? Burada dayanır 5. Gəlin görək, bazar ertəsinə 5 göstərən varmı? Bəli. Bazar ertəsinə Samir 5 göstərib, düzdür. Aynur da bazar ertəsinə 5 göstərib, düzdür. Çərşənbə axşamı 4. Baxıram, çərşənbə axşamına 4 göstərir, bəli. Çərşənbə axşamı 4 göstərir, bəli. Cümə nə qədər göstərib? 4. Baxıram, cüməyə 4 göstərir, bəli, düzgündür. Yox, cümə deyil. Çərşənbə. Burada mən biraz bulanıq görünür inşallah. Çərşənbə. Baxıram ki, çərşənbəyə 4 göstərir. Digəri də, Samir də çərşənbəyə 4 göstərmişdir. Daha sonra keçirik cümə axşamına. Cümə axşamına baxıram ki, uşaqlar 6-nın üstünə gəlir. Deməli, cümə axşamı 6 olmalıdır. Baxıram, burada 7 göstərir. Cümə axşamına baxıram, burada 7 göstərir. Deməli, cümə axşamını düzgün qeyd etməmişdilər. Deməli, heç biri düzgün qurmamışdı. D variantı olacaq. Əliyə baxırıq, Əliyə aldığı kitabları 5 dəfə, hər birində bərabər sayda olmaqla yığdı. Hər həftə 7 kitab oldu. Əli cəmi neçə kitab almışdır uşaqlar? Əli neçə kitab alıb bilmirəm, x götürürəm. Hər həftə, hər 5 dəfə bərabər olmaqla bölürsə, bölürəm 5-ə. Çünki 5 dəfə yığır axı. Hərəsinə də 7 kitab düşdü. Mən onda x-i necə taparam?
7-ni vuraram 5-ə. X-də nə bərabər olar? 35-ə. Deməli, hansı bölməməlindən istifadə elədim? X bölünsün 5 bərabərdir 7. A variantı. Keçdik 51-ə. Uşaqlar, deyir badəmdəki 4 rəqəmli mərtəbə qiyməti aşağıdakilərdən hansıdır? Gəlin görək 4 hansı mərtəbə qiymətində yerləşir? Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 4 10 minlikdə yerləşirsə əgər 4-ü yazaram. 10 minlikdə neçə 0 var? 4 0 var. 10 mində neçə 0 var? 4 0 var. Yazaram arxasına da 4 dənə 0. Deməli 4 hansı mərtəbə qiyməti? 4-ün mərtəbə qiyməti neçə olacaq? 40 min. Variant olacaq D variantı. Deməli 10 minlik mərtəbədə yerləşir. 4-ün mərtəbə qiyməti olacaq 40 min. Daha sonra keçirəm 51-ci suala. Gəlin 51-ci sualın izahına baxaq. 51-də deyir ki, boş xanaya uyğun ədədi müəyyən edin. Bax görək boş xanaya uyğun ədəd neçədir? Uşaqlar bilirsiniz ki, bir dəqiqəmiz 60 saniyədir. 60-ı bölərik 4-ə, vurarıq 4-ə, vurarıq 3-ə. Cavab eləyər 1, 15, 15, 15, 5 yazılan bir yadda 3, 45. Deməli variant olacaq B variantı. Bir dəqiqə. Növbəti izaha baxıram. 52-də deyir ki, ABC bucağının tərəflərinin ayrılığı rənglənmiş hissə dairənin altıda bir hissəsidir. Uşaqlar, dairəmizin bilirsiniz ki, tam bucağı 360 dərəcədir. Əgər 360 dərəcənin altıda bir hissəsi rənglənibdirsə, neyniyərik? 360-ı bölərəm 6-ya, vuraram 1-ə. Cavab eləyər neçə? 60. Variant olacaq C variantı. Deməli, 60 dərəcəsi rənglənmiş olacaq. Məndən də rənglənmiş hissəni soruşur. Keçirəm 54-cü suala. Deyir ki, A bərabərdir 175. A bərabərdirsə 175-ə neçə dənəmiz var? 3 dənə. Deməli, 175 vurulsun 3 olacaq bu. B-miz də 270-dir. Neçə dənə B-miz var? 2 dənə. Deməli, 270-i də vuraram 2-yə. Cavablarını tapaq. 3-də 5, 15, 5 yazıram 1 yadda. 3-də 7, 21, 1 yadda, 22, 2 yazıram 2 yadda, 3, 5, 525. Bunları toplasaq 0, 2, 7, 14, 4 yazaq 1 yadda, 4, 5, 540. İndi nə istəyir bizdən? 525-in üzərinə 540-ı gəlsək, 5, 6, 1065. 1065-i də 3 dənə torba arasında bölsək, 1065 bölünsün 3. 3 dəfə 3 eləyər 9, 16, 3 dəfə 5, 15, 1, 15, 15-in də 3, 5 dəfə. Cavab oldu neçə? 355. D variantı. Keçirəm 55-ci sualın izahına. Gəlin görək 55-də bizə nə deyir? Anarın cəmi 36 oyuncaq maşını var. 2 dəqiqə uşaqlar. Anarın cəmi 36 deməli oyuncaq maşını var. Dairəvi diaqramda bu maşınların rənglərinə görə bütün maşınların hansı hissəsini təşkil etdiyi təsvir olunub. Onların hər rəngdə neçə maşını var? Uşaqlar, baxıram bu hissə narıncıdır, düzdürmü? Narıncı rəngi gəlin tapaq. 36 bölünsün 3, vurulsun 1. Cavab eləyər neçə? 12. Deməli, narıncı rəngimiz olacaq 12. Keçirəm boz rəngi tapağa 4-də 1. Deməli, 36-nı bölürəm 4-ə, vururam 1-ə. Eləyər cavab neçə? 9. Deməli, B variantım 9-dur. Keçirəm digərinə 36-nı bölürəm 6-ya, vururam 1-ə. Cavab neçə eləyər? 6. Deməli, digərimdə olacaq 6. Qaldı göy rəng 36-nı bölürəm 4-ə, vururam 1-ə. Cavab eləyər 9. Deməli, göy rəngdə olacaq 9. 12 narıncı. Baxıram, burada 6 göstərib, burada 9 göstərib, burada 9 göstərib. Hamısı neynədir? Getdi. 12 narıncı. Daha sonra 9 boz. Bəli. 9 göy. Bəli. 6 sarı. Bəli. Deməli, variant olacaq B variantı. 55-də B. Keçirəm 56-cı sualın izahına. 27 il əvvəl Ayselin 14 yaşı var idi. 7 il sonra Ayselin neçə yaşı olacaq? Deməli, baxıram. Əgər 27 il əvvəl deyirsə, onun 14 yaşı var idisə, bəs onda indi, hal-hazırda o neçə yaşı var? 14-ün üzərinə gələrəm 27 ili, deməli, hal-hazırda onun 41 yaşı var. Bəs yaxşı, 7 ildən sonra neçə olacaq? 41-in üzərinə də 7-ni gələrəm, eləyər 48. Deməli, onun Ayselin 7 ildən sonra 48 yaşı olacaqdır. Keçirəm 57-ci suala. Yüzlərə qədər yuvarlaqlaşdırdıqda 500-ə bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Ən böyük ədəd deyirsə, yuvarlaqlaşdıranda 500 alacamsa,
Çalışacağım ən böyük ədəd yazım. Ən böyük ədəd 5. 5-dən sonra 5 yazsam, 5 yazsam. 5'e 6 eləyəcək. Ona görə 5 yazmıram. Buraya yazıram 4. Çünki 4 5'i artırmayacaq. Daha sonra ən böyük ədəd deyirsə yazaram 9. Və ən kiçik ədədi yazmalıyam. Ən kiçik ədəd uşaqlar. Çalışacağım ki, ən kiçik olsun 4. Bura mən 9 yazmayacağım. Nəyə görə? Çünki mən çalışacağım ən kiçik ədəd yazım. Yazacağım bura 6. 4'dən sonra 6. Bilirsiniz ki 6 neyniyir? 6 yazmaq olmaz. Yox. 6 yox. 5. 5. Yanlış yazdıq. 5. 5. Nəyə görə? Çünki ən kiçik ədədləri yazırıq axı. 4. Bilirsiniz ki 5 4'ü bir vahid artıracaq. 5 eləyəcək. Və ən kiçik ədəd yazacağımsa burada yazacağım 0. Və bunları toplasaq. 9, 9, 9. Cavab olacaq 999. Bildiniz nəyə görə belə oldu? Ən böyük deyəndə çalışırsınız, ən böyük qiymətlər yazasınız. Ən kiçik deyəndə çalışırsınız, ən kiçik qiymətlər yazasınız. Daha sonra baxıram növbəti izaha. Yəni 58-in sualı. 318 ədədindən əvvəl gələn. Tamam, yazıram. 318 bundan əvvəl gələn. 2 ardıcıl cüt ədədin cəmi neçə gəlir? 316. Bir də neçə gəlir? 314. Bunların cəmi deyirsə, bunları neyərik? Toplayarıq. Bunları topladığımız zaman cavab olacaq neçə? 4 üstə 6 10 0 yazıram bir yadda. 2 3 3 üstə 3 6. 630 və ən böyük 3 rəqəmli cüt ədəd olacaq 998. Nə qədər azdır? İndi baxın 630 998-dən nə qədər azdır? Neyniyərəm? Çıxaram 630'u. 8 9'dan 3 çıxaram. Qalar 6 96 çıxaram. Qalar 3. Cavab eləyər neçə? 368. 58'i də etmiş olduq. Keçirik 59'un sualı. 59'a deyir ki, düzbucaqlı formasındakı bağçanın uzunluğu. Düzbucaqlı forması deyirsə, mən bir dənə düzbucaqlı çəkirəm. Uzunluğu 12 yazıram, uzunluğuna 12. Sahəsi isə 96'dır. Aha, mənə enini vermədi. Mən enini tapmalıyam. S bərabərdir 96. Mən buradan tez nə etməliyəm? Enini tapmalıyam. Necə tapmalıyam? Bilirsiniz ki S bərabərdir A vurulsun B desə, ədədimin biri 12 verilibdirsə, digər ədədi tapmaq üçün 96'nı böləcəm 12'yə. Cavab eləyər neçə? 8. Deməli mənim enim olacaq 8. İndi dalını oxuyuram uşaqlar. İndi arxasından deyir ki, bu bağın bütün tərəflərini 2 metr artır. Növbəti bağı çəkək gəlin. Növbəti bağı. İndi deyir bütün tərəfini neynə? 2 metr artır. 2 metr artır deyirsə 12'nin üzərinə neynəyərik? 2 də gələrik. Eləyər neçə? 14. 2 metr artır deyirsə 8'in üstə 2 gələrəm. Eləyər neçə? 10. Deməli, digər bağımızın da eni olacaq 10. Uzunu olacaq 14. Mənə deyir ki, buna görə yeni ərazinin perimetri neçə metr oldu? Yeni ərazinin perimetrini də tapmaq üçün bilirsiniz ki, uşaqlar, yeni ərazinin perimetri P bərabərdir 2 vurulsun. A üstə gəlinsin B. Yəni 14 üstə gəlinsin 10 olacaqdır. Cavab olar neçə? 48. Deməli 59'da variantımız 48 olacaq. Keçirəm 60-cı sualımızın izahına. Tənliyi həll edin. X bölünsün 10 bərabərdir 80 vurulsun 2 çıxılsın 120. 80'i 2'ye vursaq 160. X bölünsün 10 bərabərdir. 160'dan 120'ni çıxsaq cavab eləyər 40. X'imiz nəyə bərabər olar? 40'ı da vuraram 10'a. Cavab eləyər nəyə? 40'ı da 10'a vuranda cavab eləyəcək 400. Deməli 60-cı sualımızın cavabı da olacaq 400. Bugünlük riyaziyyat izahımız bitdi uşaqlar. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun. Videomuzu bəyənib yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun uşaqlar.